Övladlarımızı cəsarətli böyütməyin 7 üsulu ilə bağlı Xoşbəxt Uşaqlar Böyüdək Nə Etməli kitabından geniş məlumat əldə edə bilərsiniz. Bir filosofun belə bir fikri var ki, övladınızı cəsarətli olmasan güvənə bilmərsən, cəsarətli olmasan sevə bilmərsən, cəsarətli olmasan səmimi ola bilmərsən, cəsarətli olmasan haqqın və ədalətin gerçəyin arxasınca düşə bilməzsən. O yüzden ilk əvvəl cəsarət gəlir, ondan sonra isə hər şey. Övladlarınızı cəsarətli böyütmək üçün onları oturuşunuzla, duruşunuzla, davranışınızla, sözlərinizlə onlara cəsarət qırıcı sözlər, fikirlər, ifadələr aşılamayın. Cəsarət qırıcı davranışlar övladınızın özünə güvənini zədələyir. Övladınıza daha çox sənə inanıram, sənə güvənirəm, sənin eləyə biləcəyinə, bacaracağına inanıram. Övladlarınıza təzyiq deyil, həvəsləndirin övladınızı. Bəzən əgər övlad onun güvəndiyi, sevdiyi, dəyər verdiyi bir insan tərəfindən hansısa sözləri qəbul eşidirsə, bu onu həvəsləndirə bilər. Əgər insan, valideyn olsun, kənar bir adam olsun, övlad ondan dəyər görmürsə, onu sevmirsə, ona güvənmirsə, ondan aldığı sözlər isə ona bir təzyiq kimi gələcəkdir. Cəsarətləndirmə bağlı daha geniş məlumatı Xoşbəxt Uşaqlar Böyüdək Nə Etməli kitabından əldə edə bilərsiniz.